Bilirsiniz, ümumiyyətlə Azərbaycanlıların çox olmasını mənim valideynlərim deyirdi. Yəni onlar həmişə deyirdi ki, elə bizim küçədə deyək ki, bir erməni yaşayırdı əvvəllər. Sonra yavaş-yavaş o artdıqca, deməli, nə olurdu? Azərbaycanlılar gedənlər olurdu, qaçanlar olurdu, təzyiqə məruz qalanlar çox olurdu, bəli. Və illər boyu, hətta o illərdə atam da danışırdı ki, bir müddət onlar qaçıblar Gəncəyə və Gəncədə qalıblar. Sonra ara sakitləşəndən sonra, çünki doğrudan da o daşnaqların həqiqətən də törətdiklərini mənim anam həmişə danışırdı ki, uşaqlıqdan o səslər deyirdi qulağımdan getmir. Azərbaycanlılar, onun atası deməli İran konsulluğunda işləyirmiş. Deyir, Azərbaycanlılar əgər özünü çatdırıb o İran konsulluğunun qapısından içəri girə bilirdisə sağ qalır. Yox, yolda çıxırdın ki, nə qədər meyitlər var. Və mən uşaq idim, deyir, o səslər, o ağlaşmalar və s. onlar var idi. Və belə insanlar artıq azalırdı. Türk xalqları illərdir ki, parçalanmış, ayrı şəkildə yaşasa da, bəzən bir-birinə qarşı qoyulsa da, tarixi köklərini, keçmişlərini unutmamışdı. Onlar Azərbaycanda öz yurtlarından didərgin salınmış insanları qardaş kimi görürdülər. Düzdür, Sovetin sərt qaydaları, xüsusilə türkçiliyə qarşı amansız qanunları onları bir-birinə kömək etməyinə imkan vermirdi. Amma Daşəvəzi də, qurut atmağı da əsirgəmirdilər. Qazaq qardaşlarımızın əlindən gələn yurtdaşlarımızı aclıqdan xilas etmək, Osmanlı Türkiyədəki qardaşlarımızın isə əlindən gələn qaça bilməyənlərə qucaq açmaq idi. Sərhədlər bağlanana qədər, hətta Qərbi Azərbaycanda Rus zülmünə, erməni cinayətlərinə qarşı silahlı mübarizə də aparırdılar.